İla rahmetullah. Allah rahmet eylesin. 2020-ci il iyul ayında hərbi səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti vəzifəsini yüksək səviyyədə və xüsusi fədakarlıqla yerinə yetirən Məhəmmədəli, yaşıdlarından savadına, yüksək intellektuallığına və fiziki sağlamlığına görə seçilirdi. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlanan gündə Həsənzadə Məhəmmədəli Hörmətoğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür. 2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmətoğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və 8 noyabr 2020-ci il tarixində böyük izdihamla Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmətoğlu ölümündən sonra Vətən uğrunda 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Subay idi. Allah rəhmət eləsin. Hörmətli rayon icra hakimiyyətinin başçısı Marjin Əlimin belə bir təşəbbüsü var ki, rayonun girişində bütün şəhidlərin hamısının abidəsi qoyulsun, onların adları yazılsın, onların kəndlərin adı verilsin, küçələrin adı verilsin. Gördüğünüz belə olacaq. Artıq baxırsınız ki, bütün rayonlarda köç başlayıb, biz öz yerinimizə qaydacağıq, orada bu işləri görəcəyik. Mən hörmətli başçanlığı verəm, hörmətli uzunlar tanıyırıq, o polis şöbəsində xüsusi xidmət edib. Əziz tədbir iştirakçıları, hörmətli şəhid ailesi, doğum gününü qeyd etməklə yanaşı, həm də bir ömürlüyə ucalan ruhu şad etmək üçün toplaşmışıq. Bugün vətənə canını əsirgəməyən qəhrəman şəhidimizin doğum günüdür. Düzdür, biz onun doğum gününün şahidi olmasaq da, amma onun ölümsüzlüyünün bu torpaqda hiss edirik. Çünki şəhidlər ölmür, onlar daimi yaşayır. Şəhidlər torpağa yox, tarixə köçürlər. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, şəhidlik ən uca zirvədir. Və mən düşünürəm ki, bu zirvəyə yüksəlmək üçün insan ən pak niyyətə malik olmalıdır ki, bu zirvəyə yüksəlsin. Və Məhəmmədəli də bu zirvəyə öz şərəfli adı ilə çatdı və adını əbədi yaşar qəhrəmanlar siyasında yazdı. Biz onunla qürur duyuruq, onun ailəsinə, valideynlərinə sonsuz minnətdarıq. O bizim fəxrimizdir. Bu torpaqda böyüyən hər bir şagird Məhəmmədəli kimi vətənpərvər bir insandır. Allah rəhmət eylesin. Həsənzadə Məhəmmədəli Hörmətoğlu mənim birinci sinifdən şagirdim olub. O orta məktəbi demək olar ki, 11-ci sinifə kimi Yuxarı Moğol məktəbində təhsil alıb, ali məktəbə sonra qəbul olub. Biz onun hər bir hərəkətini, davranışını, məktəbdə olan bütün keçmiş günlərini xatırladıqca həqiqətən də çox kədərlənirik. Çünki seçilmiş bir şagird olub, hər bir müəllimin qəlbində böyük bir yer tutubdur. Deyirlər, şəhidlər sanki seçilmişdir, həqiqətən də bu belədir. Mən bunu sonradan, yəni şahid olandan sonra anladım ki, doğrudan da bu beləymiş həqiqətən də. O körpəlikdən şəhidliyi seçmişdir, şəhidliyə ucalmışdır. Allah Məhəmmədəlinin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Onlar həmişə bizim qəlbimizdədir. Çox sağ olun. Mən də deyilən sözlərə qoşulur. Məhəmmədəli laf körpəlikdən biz bir məhəllədə yaşamışıq. Müəllim olaraq bir qonşu kimi də danışmaq istəyirəm. Doğrudan istər məktəbdə, istər həyatda əvəz olunmaz bir insan olub, bir necə deyim, qəhrəman olub. Məhəmmədəliyə nə desən azdır, saatlarla danışsaq da belə Məhəmmədəli üçün yenə azdır. Çünki Məhəmmədəli elə bir zirvəyə ucalıb ki, o zirvəni hər adam fərq edə bilmir. Bir dəfə təsadüf qarşılaşdıq, məşğələdən gəlirdi. Dedi ki, yorulmuşam. Dedim, Məhəmmədəli, vaxt gələcək,
bəhrəsini görəsən, biraz əziyyət çək bala. Çox təəssüflər olsun ki, o bəhrəsini görmədi, torpağı, vətənin azadlığın hər şeydən üstün bildi, şəhidlik zirvəsinə çatdı. Mən onun ailəsinə, yaxınlarına səbir diləyirəm Allahdan. Bütün şəhidlərimiz qoy onsuz da onların məkanı cənnətdir. Qoy onlar torpaqda rahat uyusunlar ki, onlar bizim fəxrimizdir. Biz müəllimlər, bütün Azərbaycan xalqı onlarla fəxr edir. Məkanı cənnət olsun bala. Qəni Allah rəhmət eləsin. Həyatda insan iki şəxsin borcunu qaytarıb tam tutara bilməz. Biri anadır, bir müəllim. Ana göylərdən yerə, müəllim isə yerdən göyə qaldıran şəxsdir. Burada yuxarı Molda kənd orta məktəbinin körpə fidanları var. Onlar da ürək sözlərini, şeir parçası deməyə gəliblər. Nə bəxtin gülmədi, nə də ki üzün, yollarda qaldı o iki cüt gözün. Sinəmə dağ çəkdi, səssizcə sözün, dünyası yıxılan şəhid atası. Canından can qopan bu ağrı nədir? Övladın budağı dünya qədərdir. Atalar bilərlər bu ağır dərdir. Dünyası dağılan şəhid atası. Qorxudan quruyar göz yaşlarında, bir gündə qocalar baxışlarında. Fəryadın susturar yağışları da, qəhərdən boğulan şəhid atası. Ananı susturar göz yaşı yenə, səni susturmaz ki dünyada heç nə. Hər kəsdən gizlənib ağlar sən demə, dünyası puç olmuş şəhid atası. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yığıldı yollardan ananın gözü, ağardı saçları, soldu bənizi, söndü ocağın alovu közü. Nə deyim anana, təsəlli edim, yatdığım torpağa qurban şəhidim. Evinizdə qəm libası geyildi, dağ vüqarlı atam dərddən əyildi. Şəhid atası sən dik dur deyildi, dərdsiz dərd yükündən anlamaz dedim. Yatdığım torpağa qurban şəhidim. Sevdiyin başına qara bağladı, yoxluğun qəlbini yaxdı dağladı. Yetim uşaq kimi səssiz ağladı, dedi dərd əlindən hayana gedim. Yatdığım torpağa qurban şəhidim. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyir. Şəhidlər ölmür ki, qərbdə yaşayır. Ruhuna hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar? Sil göz yaşlarını, başını dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla ana. Vətən üçün canından keçəni gitlər, torpağı bəxş edib Azərbaycana. Qürurla cəmiyyət içində dayan. Ey şəhid anası, ağlama nə olar? Boş yerə deyilmir bu kəlimələr. Qəhrəman analar, qəhrəman doğar. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə. Əziz həmvətənlər, bugün həmişəki kimi müqəddəs bir məkanda, şəhidlər xiyabanında qəhrəman şəhidimizin Məhəmməd Əlinin dünyaya gəldiyi gün münasibətlə onu ziyarətə gəlmişdir. İndi dünyanın ən böyük dövlətlərinin hərbi ekspertləri hələ də müəyyənləşdirə bilmiş ki, Azərbaycan döyüşçüləri tarixən Şuşaya bir yol olub. Qala adlanan Şuşaya bir yol olub, qalanı bir yol olub. Amma Azərbaycan əskərləri döyüşə-döyüşə dağlarla çıxıb düşməni məhv eləmişdir. Çox şükürlər ki, indi bütün şəhidlərimizin qisası alınıb. Ona görə hər birimiz qürurluyuz. Bütün dünya dövlətləri bilir ki, artıq Azərbaycan
döyüşkən millətdir. Yəni bir təskinliyimiz var ki, bütün şəhidlərimiz hamısı ruhları şad olur ki, onların qisasları alınıbdır. Vətən od tutub yanır. Ümid yox xoş sabaha. Dözmək olmur ay ana, bu amana, bu aha. Sənə can lazımdırsa, verəcəm can ay vətən. Qoy əbədi yaşasın, Azərbaycan, ay vətən. Xocavənddə döyüşdüm, diz çöktürdüm düşməni, dedim nankör erməni. Baxın, tanıyın məni. Şəhidliyə ucaldım. Ay vətən, vətən ana, igidlər şəhid olur. Yaşayır vətən ana, düşməndən azad oldu. Torpağın, daşın vətən, hər gün şəhidlər gəlir. Sağ olsun başın vətən, sən şəhid anasısan. Gəl uza tut başını, yalvarıram ay ana, qoy silim göz yaşını. Yalvarıram ay ana, qoy silim göz yaşını. Əziz anamız, əziz şəhidimizin əziz doğmaları, hər birinizin qarşınızda baş əyirəm. Başınız sağ olsun, elimizin, obamızın başı sağ olsun, millətimizin başı sağ olsun. Bir daha hər birinizə baş sağlığı verirəm. Əziz şəhidimizin əziz doğmaları. Şəhid verib ucalmısan, şöhrətlənib tac almısan. Yaman vaxtsız qocalmısan, ağlama şəhid anası. Xatırlayıb qoç nəbini, qəbul edib hər təbini. Keçib Əliyar məktəbini, ağlama şəhid anası. Ərigitdi yalan deyil, pərt səhdi solan deyil, təhcə sənin balan deyil, ağlama şəhid anası. Yatan qeyrət oyanıbdır, ərlər öndə dayanıbdır, düşmən qana boyanıbdır, ağlama şəhid anası. Düşmən qana boyanıbdır, ağlama şəhid anası. Kimə ağlına gələr ki, Xankəndə 200 il erməni daşnaqları məskən salıblar. Elə orada 88-də başlanan mübahisə elə 2023-cü il antiterror əməliyyatında başa çatır. Və bir dənə də olsun erməni orada hal-hazırda ayaqda. Bütün yüksəkliklərdə, Şuşada, Xankəndidə, Qubadlıda, bütün zirvələrdə Azərbaycan bayrağı dalğalanır. O bayraq uğrunda, o azadlıq uğrunda, o analarımız, bacılarımız, qeyrətimiz, namusu uğrunda gedən o şəhidlərimiz, hansı ki Məhəmməd Əlimiz, Rüfətimiz, Vüsalımız, bütün igidlərimiz, Əliyarların, Şüşürlərin, o qan tökdüyü o torpaqlar hamısı azaddır. Mən əvvəla onu demək istəyirəm ki, Məhəmməd Əlinin valideynləri mənim şagirdlərim. Müsalə, ümumiyyətlə o ailənin bütün üzvlərimiz müəllimdir, Şəhbəz müəllimdir. Bu ailə tərbiyəsi elə başlayıb ki, bu uşaqlar hamısı vətənpərvər və dövlətçilik yolunda mübarizə aparan bir övladlar kimi yetişirlər. Bunun nəticəsidir ki, son harda fəaliyyətdə olubsa, Məhəmməd Əlinin xüsusi yeri olub. Orada hörmətlə qazanıb, ona xüsusi qiymət verir. Allah rəhmət eləsin. Allah cəm şəhidlərə rəhmət eləsin. Məhəmməd Əli və o kimi Burcu'da yatanların hesabına. Onun üçün də üzünü tutub onun anasına, atasına. Gözünüzün yaşını silin. Bədbin yox, nikbin baxmaq lazımdır. Çünki o tarixə həkk olan o kadrlara düşmanla baxır, dostla baxır. Allah hər birinə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Elə sonda sözü qəhrəman şəhidimizin qəhrəman atasına. Çox sağ olun. Allah sizə bu yaşamlara, hər birə öz təşəkkürü bildirir. Çox sağ olun. Biz sizə təşəkkürümüzü bildiririk. Qarşımızda baş əyirik, borcumuzdur. Allah cəm şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bununla da tədbirimiz başa çatdı.
dəfəlik gözün yumub yatdı, özü ucaldı, məni qocaldı. Vətən yolunda axıtdı öz qanını, bu yolun sonunda verdi şirin canını. Oğlum şəhid oldu, gözüm qanla doldu. Bir təsəllim var bu yol, cənnətə gedən yoldur. Oğlum şəhid oldu, gözüm qanla doldu. Bir təsəllim var bu yol, cənnətə gedən yoldur. Nur üzlü şəhid balam, qurban olum boyuna. Yasına gələnlər gələydi kaş toyuna. Vətən yolunda axıtdın öz qanını, bu yolun sonunda verdin şirin canını. Oğlum şəhid oldu, gözüm qanla doldu. Bir təsəllim var bu yol, cənnətə gedən yoldur. Oğlum şəhid oldu, gözüm qanla doldu. Bir təsəllim var bu yol, cənnətə gedən yoldur. Ey şəhidimin anası,